Salamlayıram hər kəsi. Salam dostlar. Mən müəlliminiz Orxan Məmmədov. Yenidən kanalıma xoş gəlmisiniz. Uzun bir müddət ayrılıqdan sonra yenidən təkrar sizlə bir yerdəyəm. Dərslərimiz də qaldığımız yerdən davam eləyir. Hər dəfə söz verirəm, amma təəssüflər olsun ki, vaxt məsələsi cəhətdən kanala videolar yükləyə bilmirəm. Dərslərimizi davam eləyək. Qaldığımız yerdən ümid edirəm hər kəs yaxşıdır. Ümid edirəm yaralana biləcəksiniz. CCN mövzumuzu davam eləyirik. Deməli 200-301 CCNA kod altında olan kompüter şəbəkələrinə giriş qısası. İkinci moduldan başlayaq danışmağa. Bir video var kanalda artıq giriş olaraq. Bu günlərimlə danışacağıq switch və user device'ların, end user device'ların konfigurasiyasından bağlı mövzu danışacağıq. Qısa bir belə bir labı da sizə göstərim. Lab da işləyəcək sözsüz ki, kanalda davamlı olaraq. Bu application istifadə edəcəm. Bilmirəm əvvəlki videoda xatırlatmışam yoxsa yox. Cisco'nun Packet Tracer proqramı tamamilə pulsuzdur. İnternetdən rahat yükləyə bilərsiniz. Ehtiyac varsa link qoya bilərəm. Şərh bölməsinə qeyd eləyin. Deməli, bu application vasitəsindən biz real həyatda olan bir növ şəbəkələri burada biz virtual simulyasiya eləyəcəyik. Bizim burada routerlarımız var məsələn. Daha sonra bizim burada switchlərimiz var. Daha sonra bizim burada PC-lərimiz, laptoplarımız, serverlərimiz var və s. Bu formada davam eləyəcəyik və bir switch necə konfigurasiya olunur, router necə konfigurasiya olunur, bir PC, kompüter şəbəkələri necə yaradılır, bu kimi məsələlərə baxacağıq. Hələlik davam eləyək. Deməli, mən vaxtaşırı olaraq birinci modula da qayıdacağam. Oradan bəzi mövzuları təkrar danışacağıq. Biz LAN şəbəkə nədir, WAN şəbəkə nədir, kompüter şəbəkəsi nə anlama gəlir, peer-to-peer network nə deməkdir, məsəl üçün müəyyən mövzulardan danışılacaq sözsüz ki. İlk məsələ, birinci ən vacib məsələ Cisco IOS Access. Deməli, bir Cisco switchini götürsək, Packet Tracer proqramına daxil olacam. Burada deməli, Network Devices bölməsində switch deyilən bir bölmə var. Və buradan birinci switchimi götürüb bura əlavə eləyəcəm. Deməli, switch nə anlama gəlir? Burada bir fiziki view var, görünüş. Bura klikləsək, Home City-dən, Corporate Office-dən. Bu mənim cihazımın real həyatda görünüşüdür. Yəni, mütləq deyil ki, əgər siz işləyirsinizsə çox gözəl, işləyənlər IT sahəsində zaten bilirlər və istifadə edirlər. İşləmirsinizsə, belə avadanlıqlar çox baha olur. Yəni, onları almaq ev şəraitində tam da bir rekomend olunan, məsləhət görülən bir məsələ deyil. Yəni, düşünün ki, real həyatda belə bir avadanlıqdır. Bu bir switch adlanır. Burada gördüyümüz portlardır. Hara ki, biz LAN kabelləri daxil edirik qısası. Bizim 24 ədəd hal-hazırda bu switchdə Fast Ethernet portumuz var. Nədir Fast Ethernet? Danışacağıq. 2 gigabit Ethernet portumuz var. Yəni, bu bir switchin görünüşüdür hal-hazırda. Switchin əsas məqsədi dostlar, məlumatı paylamaqdan ibarətdir. Distribut eləməkdən ibarətdir. Sözsüz ki, növləri var switchlərin. Access switchlər, data switchlər, distribution, core switchlər, anlamı məsəl üçün iş proseslərində davamlı istifadə olunur bu məsələlər. Zaman-zaman o məsələlərə gələcəyik. Hal-hazırda qarşımda bir ədəd cihazdır, switchdir. Düşünün ki, bu switchi siz gedib elə bir mağazadan alınıbdır və yaxud iş prosesində istifadə olunur. Deməli, bir switchə qoşulmanı yaratmaq üçün əməliyyat sistemi switchlərdə IOS əməliyyat sistemi adlanır. Mən bu Packet Tracer'da bu switchə klik eləsəm, burada bir CLI deyilən bölmə var. Buradan daxil olub switchi konfig eləyə bilərəm. Amma yəni bunu sizə Packet Tracer imkanı verir buna ki, yəni normalda bu arada qeyd edeyim, əksər 99% belə deyək, intermediate network cihazlar, yəni network avadanlıqlar, şəbəkə avadanlıqları, switch və router əsasən, onlar command line üzərindən konfigurasiya olunur. Command line-da, mən şükür Allaha ki, əgər Linux dərsimə, Windows dərslərimə baxmısınızsa, command line üzərindəndir. Yəni orada qrafik interfeys yoxdur. Siz konkret olaraq komandalar, sintaksisləri izləməklə konfigurasiyaları eləyirsiniz. Amma sözümü nəyə gətirirəm? Bu CLI bölməsi real həyatda mövcud deyil. Yəni, real həyatda düşünün ki, bir switch almışsınız. Həmin switchə necə qoşulma eləyəcəksiniz? O qoşulmanı eləmək üçün sizə bir növ bir PC lazımdır və eyni zamanda bir kabel lazımdır ki, buna konsol kabeli deyilir. Növbəti dərslərdə kabel dərsində bu haqqında daha çox danışılacaq. Yəni, əgər düzgün qoşulmanı təmin etmək istəyiriksə, biz gələrik buradan bir end device bölməsindən bir PC götürərik, əlavə eləyərik bura və daha sonra bu işarəyə vursaq, indi bu yıldırım işarəsidir, connection bölməsi. Buradan bu göy kabel var, konsol. Eyni zamanda mən kabelin üstünə saxlayanda mouse'u
Aşağıda konsolun kabelin adını zaten qeyd eləyir. Bunu seçəcəm. PC-nin qoşacam onu bu portuna. Bu PC-də bizdə konsol portu adlanır. Switch-də də qoşacam onun hər bir cihazın, network cihazının konsol portu olur. Konsol portuna. Daha sonra PC-nin üstünə klik eləyəcəm. Desktop bölməsində müəyyən applicationlar var, hansıları ki Packet Tracer bizə verir. Buradan terminal application'ını seçəcəm. Seçdik. Bütün datanı, yəni verilənləri defaultda saxlayıram. İşim yoxdur bundan. OK sıxacam. Və artıq enter vursaq biz switchin içərisindəyik. Real həyatda bu necə baş verir? YouTube-a rahat yazıb baxa bilərsiniz. Mən çalışaram öz kanalımda da onun haqqında bir qayd qoyum. Real həyatda konsol kabellər satılır. Mağazalarda istənilən yerdə bir konsol kabeli olur. Tutaq ki, həmin konsol kabel vasitəsindən alaraq istifadə edə bilərsiniz. Məsəl üçün göstərək sizə konsol kabeli Cisco Rollover Cable adlanır o və yaxud konsol kabeli deyilir. Yəni, bu formada olur. Gördüyümüz hər iki tərəfi Ethernet ola bilər. Bir tərəfi Ethernet, bir tərəfi belə bir çıxıntılı VGA giriş də deyə bilərsiniz ola bilər. Ən populyar istifadə olunan bir tərəfi Ethernet, digər tərəfi USB. Belə konverterlərdə istifadə etmək olar. Bax, bu formada. Siz USB-ni qoşursunuz öz kompüteriniza. Ethernet kabeli isə qoşursunuz Cisco-nun konsol portuna, switchin konsol portuna. Daha sonra Device Manager-dən həmin portu tapırsınız. SSH təsdiqləyən PATTI proqramı, MPATTI və yaxud digərlərindən ona qoşulma edirsiniz. Dediyim kimi, indi bu sözlə danışanda bəzən biraz aydın olmaya bilər. Mən çalışıb onun videosunu çəkib göstərərəm sizə. Bir Cisco switch var. Onu bir short kimi yerləşdirərəm və yaxud kanala növbəti dərslərdə yerləşdirərəm. Yəni, qısası bu interfeys elə bir ki, sizə nə anlamı verir? Baxın, bu interfeys sizə nə verir? Düşünün ki, bir PC alınıbdır. Həmin PC-nə əməliyyat sistemi yazmaq istəyirsiniz. Sizə nə lazımdır? Monitor. PC ilə monitoru qoşmaq üçün nə lazımdır? Bir HDMI və yaxud bir VGA cable. Düzdür? Həmin bir növ düşünün ki, VGA cable, HDMI cable əvəz edən bu konsol cable'dır. Yəni, real həyatda siz avadanlıqlara ilkin qoşulmalar zamanı, söhbət gedir yenə də ilkin qoşulma. Ən birinci qoşulma zamanı avadanlıq boşdur. İçində heç bir konfigurasiya yoxdur. Siz birinci konsol, fiziki akses eləməlisiniz cihaza. Ondan sonra bəli, sual yarana bilər ki, bəs müəllim, uzaqdan qoşulma, SSH ilə, Telnet protokollarından, bəli. Onu siz sonradan eləyirsiniz. Konfigurasiyanı eləyirsiniz, switchdə IP verirsiniz, portları açırsınız və s. Ondan sonra bəli, o protokollarla kabel üzərindən qoşulma eləyə bilərsiniz. Sözsüz ki, bunları mən dərslərimdə sizinlə bir də cover eləyəcəm. Baxaq məsələyə, daxil olaq təkrar PC-yə. İlk də açılanda sizdə yəni belə bir fərqli mənzərə açıla bilər, sözsüz ki, avadanlıq fərqli ola bilər. Hal-hazırda göstərir ki, bu mənim switchimdir. Model olaraq budur. Yəni, bu Packet Tracer-in mənə verdiyidir. Əməliyyat sisteminin versiyası budur, 15.0 və bu da image failini göstərir. Yəni, burada bu K9 bir növ onun image faili olduğunu göstərir. Danışacağıq bunun barəsində. Cisco şirkətinin məhsuludur. Necə konfig eləyək? Düşünün ki, belə bir boş ekrandır. Yəni, boş bir switchdir. Sıfırdandır. Birinci məsələ, dostlar, baxırsınız bu məsələyə. Bu böyükdür işarəsi varsa, deməli, siz user moddasınız. Biz onu PPT-yə də göstərək. Bu bölmələr haqqında danışarıq. Shell, kernel, hardware, bunlar haqqında danışarıq. Bir balaca qavağa keçək. Bəli, burada əslində zaten konsol kabeli sizə göstərilib. Az öncə danışdıq. Deməli, Cisco switchlərində, istənilən Cisco switchlərində, hətta başqa cihazlarda da ola bilər. Bu, məsələn, mən Juniper-lə də işləmişəm və yaxud başqa bir, yenə də şirkətin məhsulu olsa, yuxarı-aşağı eyni prinsip işləyir. Sizdə bir user mod olur və bir dənə də admin modu olur ki, buna privilege mod deyirlər. Deməli, user modda nə var? Allows access to only limited number of the basic monitoring commands. Yəni, qısası user modun, yəqin ki, artıq başa düşdünüz nə deməkdir? Bu read-only. Read-only deməyək, yəni burada siz adi user moddasınız. Mən burada bir sual işarəsini sıxsam, yəni burada komandanı icra eləsəm, mənə yalnız bu komandaları verir. Bu komandaların əksəriyyəti monitoring xidməti daşıyır. Yəni, siz konfigurasiya eləmək istəsəz switchi eləyə bilməyəcəksiniz. Deməli, bizə bunun üçün eyni zamanda bir admin akses də lazımdır. Admin moda daxil olmaq üçün siz enable deyilən əmri icra etməlisiniz. Bura enable yazıb, enter sıxanda fikir verirsiniz, prompt artıq bu böyükdür işarəsindən keçdi oldu bu dash, bu üzr istəyirəm, DS işarəsi. Burada da bir sual işarəsini vursaq, artıq bir öncəki komandaların təkrarları ilə bərabər əlavə komandalar da gəldi.
Yəni siz switch-i konfig eləmək üçün birinci növbədə enable moda, yəni privilege executable moda keçməlisiniz. Bu bir növ qısası admin modda olmalısınız. Admin moddan növbəti komandanı daxil edib configuration bölməsinə daxil olub switch-i konfig eləyəcəksiniz. Privilege executable mode allow access to all commands and features identified in the by the CLI prompt with that icon. Yəni bu simvol vasitəsindən. Okay. Növbəti bölmədə configuration mode, yəni admin moda daxil olan sözdə sizdə ən populyar, indi burada 3 əsas listlənibdir, amma sözsüz ki, digərləri də var. Global configuration mode var, Lion və interface configuration. Bunları hələlik unudaq, gəlin bunun haqqında danışaq. Global konfigurasiya modu nədir? Used to access configuration options on the device. Okay, qaydaq bura. Üzr istəyirəm. Deməli, bir switch-i tutaq ki, istəyirsiniz konfigurasiya eləyəsiniz. Birinci növbədə dostlar sizə bir komanda göstərim. Ən birinci switch-i bir admin kimi işləyəndə başlanğıc admin ola bilər, tutaq ki, biraz middle ola bilər və s. Sizə bir switch verilirsə, birinci onun konfigurasiyasına baxmalısınız ki, bu switchdə nə var? Sizdən öncə admin nə konfigurasiyalar eləyib və yaxud siz nə eləmişsiniz, nə problemləri var. Bunun üçün deməli bir komanda yazacağıq. Bu arada qeyd edeyim, tab düyməsi çox aktiv şəkildə istifadə olunur burada və məsləhət görürəm ki, mütləq tab düyməsi istifadə olunsun. Deməli, konfigurasiyaya baxmaq üçün, istənilən nəyəsə baxmaq üçün bir Cisco IOS əməliyyat sistemində show əmri istifadə olunur. Mən onu belə də yaza bilərəm, pozub sh yazıb tab düyməsində vura bilərəm. Okay. Yəni PowerShell dərslərimdən məncə artıq bilirsiniz ki, tabı mən çox sevirəm. Show, RU, bir dənə də tab düyməsi. Running config. Yəni hal-hazırda Cisco switchinin running konfigurasiyasında nələr var? Enter düyməsini vuranda bizə onun parametrlərini göstərir. Bəli, versiyası budur. Hostname deyir ki, switchdir. Bu düzgün deyil, bunun adı mütləq dəyişməlidir. Bilirsiniz ki, əgər sizin bir switchiniz varsa bu problem deyil. Amma düşünün ki, bir enterprise mühitdəsiz, sizin onlarla, yüzlərlə switchiniz var. Bu default ad sizə çox böyük problemlər yarada bilər. Adətən adlandırmanı hər şirkət, hər admin öz yanaşmasına görə təyin eləyir. Bina 1, mərtəbə 1, tutaq ki, sol tərəf, sağ tərəf, bu dəyişən, nisbi xarakter daşıyır, dəyişə bilir. Burada bir spanning tree deyilən bir protokolun aktiv olduğunu görürük. Bu, hal-hazırda bizim dərsimiz deyil, sözsüz ki, danışılacaq. Daha sonra enter düyməsini sıx vurub yavaş-yavaş gedə bilərsiniz və yaxud boşluq, space-i vurub biraz daha sürətli. Biz burada öz portlarımızı görürük. Düz istəyirəm, daha doğrusu isə interfeyslərimizi görürük. Az öncə qeyd etdiyim kimi bizim 24 ədəd Fast Ethernet, 2 ədəd Gigabit Ethernet portumuz var. Bir ədəd VLAN 1 interfeysi var. Nədir bu? Hələlik bugünlük qalsın, növbəti dərsdə danışılacaq. Və digər başqa default parametrlər. Lion konsol var, Lion VTA var 0-dan 15-ə kimi. Yəni gördüyünüz kimi boşdur burada switch. Heç bir konfigurasiya hal-hazırda mövcud deyil. Gəlin bu switchin adını dəyişək. Mən istəyirəm ki, onun hostname-ini switchdən S1-ə dəyişim. Deməli, ən birinci məsələ. Siz admin moddasınız. Gəlin çıxaq ümumiyyətlə admin moddan. Çıxış eləmək üçün disable yazacaqsınız. Təzədən qayıtdıq user moda. Enable yazacaqsınız. Qayıtdıq təzədən admin moda. Configuration configure terminal. Bu konfigurasiya moduna daxil olmalısınız. Mən onu əlindən yazdım, hansı ki qətiyyən sevmirəm. Təkrar göstərəcəm. CON F tab butonu vurdum. Tab düyməsini sıxdım. T tab düyməsini təkrar vurdum. Configure terminal enter. Sizdə prompt hər zaman bir məsləhət kimi verin. Çalışın gözünüz promptda olsun. Yəni harda yerləşirsiniz. Deyir ki sizə, siz config modundasınız. Texniki dildən desək, siz hal-hazırda global konfigurasiya modundasınız. Global konfigurasiya modu düşünün ki bir tullanma nöqtəsidir. İngiliscə isə jumping pointdir. Yəni siz buradan sağa da, sola da, yuxarı da, aşağı da gedə bilərsiniz. Yəni istənilən sub konfigurasiyalara keçidlər eləmək üçün siz qlobal konfigurasiya modundan ora keçid eləməlisiniz. Yəni bir növ düşünün ki, əvvəl bura gəlməlisiniz. Buradan artıq qapılar açılır ki, digər yerlərə gedə biləsiniz. Konfigurasiya modunda bir sual işarəsini vursaq, o modun komandalarını mənə listləyəcək. Authentication, Authorization, Accounting var, hələ ki mövzumuz deyil. Access listlər var, Cisco Discover protokolunun konfigurasiyası, saatı təyin etmək, binary mesajlar misal üçün göndərmək. Aha, mənə lazım olan host name, set systems network name.
nə edəcəyik biz? Yazacağıq komandanın adını hostname. Təkrar fikir verdiniz necə yazdım? O yazdım, tab düyməsinə sıxdım. Və hal-hazırda switchimin adı nə olacaq onu qeyd edirəm. S1. Enter. Avtomatik olaraq qəbul elədi. Mən onu hardan görürəm? Əvvəl burada switch yazılmışdı, artıq burada S1 yazılıb. Təkrar running konfigurasiyadan ona baxmaq istəsəm dostlar, qlobal konfigurasiya modunda mən o əmri icra eləyə bilmərəm. Yəni show running config, baxın tab düyməsini vururam, amma komanda təkrarlanmır, tamamlanmır, üzr istəyirəm. Deməli, bunun bir yolu var ki, gələcək dərslərimizdə deyəcəm, do əmrini yazmaqla bunu eləyə bilərsiniz, amma hələ ki bunu danışmıram, mövzunu mövzuya qatmayaq. Deməli, exit eləyib çıxmalıyıq biz. Təkrar qayıtmalıyıq config moddan qlobal konfigurasiya moduna gördüyümüz kimi. Yəni show komandalarını çalışın ki, qlobal config moddan, yəni hər hansı bir konfigurasiyanın ortasındasınızsa, oradan çıxış eləyin, admin modda run eləyin. Show running config təkrar yazdım. Enter. Və buradan həqiqətən də confirm eləyirəm ki, doğrudan da mənim switchimin adı S1-dir. Gələcək dərslərdə biz filtrlərlə də işləyəcəyik. Məsəl üçün, siz bu komandanı yaza bilərsiniz. Show running config. Bir ədəd pipe işarəsi qoyaraq. Bura bir include hostname. Yəni, belə bir switchi, belə bir optionala verib, konkret qeyd edə bilərsiniz bir pattern-i. O nə edəcəksə, yalnız düşünün ki, yəni gələcəkdə işləyəndə real həyatda sizin konfigdə kifayət qədər çoxlu line'lar olacaq. Həmin line'lar içərisində axtarıb tapmaq vaxt ala bilər. Siz konkretləşdirə bilərsiniz. Include və qeyd edə bilərsiniz pattern-ın adını. Okay? Yəni bu formada görsənəcək. Belə qaydaq bura. Deməli, bu qlobal konfigurasiya modudur. Təkrar bir daha göstərsək qlobal konfigurasiya modunu. Configuration terminal. Configure terminal yazırsınız. Daha bir qısa yolu da conft. Adətən adminlər enterprise-da bunu tez-tez istifadə eləyirlər. Yəni, eyni əmri icra eləyir. Sual düyməsi. Buradan biz kifayət qədər komandaları keçəcəyik sizlə. Bunu keçdiyi məsələn, interface konfigurasiyasıdır, IP'dir, line-dır, LLDP-dir olsun, MLS olsun, məsəl üçün, MLS Global Commons, kripto məsələsi, clock-dur. Hamısını, yəni mən sizlə bir yerdə keçəcəm. Username var məsələn burada gördüyümüz kimi, spanning tree-nin konfigurasiya olunmasıdır, port channel-lar, Ether channel-ın konfigurasiya olunması və s. və s. Yəni hamısı keçiləcək. VLAN-ların yaradılması ən vacib dərslərdən biri, VLAN nədir və s. Belə. Oldu. Hələlik bu qədər. Qısa bir balaca da PPT haqqında onu qeyd edeyim dostlar. Deməli, Cisco IO Success-də deməli bizdə bir shell var, kernel və hardware var. Yəqin ki, əvvəlki dərslərimdən Windowsda bunu çox danışmışıq, Linuxda da çox güman danışmışıq. Shell bu bir interpretator sayılır. Yəni bir shell hal-hazırda bu elə əslində bir shell sayılır. Cisco IOS shell deyirlər buna. Interpretator nədir? Sizin yazdığınız hər hansı bir komandanı icra eləyəndir və sizə output-u qaytarandır. Buna bir shell deyilir. Kernel bilirdik nədir? Kernel dəmir parçası ilə əməliyyat sistemi arasında olan bir mühittir. Communicates between the hardware and software of a computer and manage how hardware resources are used to meet the software requirements. Yəni qısası dəmir parçası, yəni sizin Cisco switchinizin və yaxud serverlə əməliyyat sistemi Windows, Linux fərq eləməz, onun arasındakı bir mühittir. Kernel deyirlər buna. Hardware-dakı aydın məsələdir, avadanlığın özü sayılır. Grafik user interface məncə aydın məsələdir bu. Yəni bir GUI var. Grafik user interface. Grafik user interface-in üstünlüyü odur ki, rahat idarə eləmək sözsüz. Mən burada da məsələn qrafik istifadə edirəm. Amma mənfi tərəfi odur ki, tez-tez crash ola bilər, fail ola bilər. Ona görə də adətən network cihazlarında CLI, Command Line Interface istifadə olunur. Hal-hazırda onu da görürsünüz. Gördüyünüz kimi mən burada heç bir qrafik əməliyyat istifadə eləmədim. Ancaq Command Line və komandalar vasitəsindən gedirik. Belə. Okay, əməliyyat sisteminin haqqında məlumat. Və qeyd etdiyim kimi, biz hal-hazırda bunu keçdik. Console aksesi, physical management port. Yəni, switch'ə, qısası network cihazına fiziki qoşulma. Növbəti dərslərdə mən bunun videosunu sizinlə paylaşaram. Burada da göstərir hal-hazırda PAT application-ından bir konsol kabelindən necə giriş eləmək olar. Sözsüz ki, digər dərslərdə biz Secure SSH connection-ı və Telnet haqqında da danışacağıq ki, bu artıq, yəni steplər bizə hansı zaman lazım olur. Okey, belə. Hələlik bu davam eləyək. İndi inşallah növbəti dərsi də çalışıb
paylaşacağım sizlə bir yerdə. Növbəti dərsə qədər videoya baxdınızsa, mütləq şəkildə bir Cisco Packet Tracer yükləyin. Bu çox vacibdir, həddindən artıq vacibdir. Bu gün eləyərəm, sabah eləyərəm yox. Daha sonra sabah eləyərəm, növbəti gün eləyərəm yox. Elə bu gün. Videoya baxandan sonra mütləq bir Packet Tracer yükləyin və bu məsələni eləyin. Bir switch əlavə eləyin, bir PC konsol qoşulma təyin eləyin və bir switchdə az öncə qeyd etdiyim kimi konfiqurasiya eləyin. Baxın, yəni oynayın qısası. Play with that, necə deyərlər. Baxın görün nə necədir, müəllim hansı komanda ilə elədir, mən bunu eləyə bilərəmmi? Bu sizə dostlar, yəni əlinizi öyrəşdirəcək. Sözüm gedir, danışıram, sözsüz ki, sıfırdan kimsə bu videoya ilk dəfə baxırsa dostlar. Yox, əgər artıq təcrübəsi olan adamlar varsa, sözsüz ki, aydın məsələdir. Yəni kimin ki şəbəkə administratorluğuna həvəsi var, yəni bu kurs sizin üçündür. Sıfırdan başlayan kimsə varsa. Yəni biz çox şey öyrənəcəyik Cisco hissəsində. Yəni bu bir hal-hazırda gündəlik bir adminə lazım olan əsas nədir bir infrastruktur mühəndisinə? Network bilikləri, yüksək tələbdir, okey, olmaya bilər. CCNA səviyyəsi olmaya bilər, amma ən azı CCNA səviyyəsi mütləqdir. Sistem bilikləri Windows'dur, Linux'dur, cloud'dur, virtualizasiyadır. Və sözsüz ki, hal-hazırda DevOps skilllər də var, cyber security skilllər də var ki, yəni hamısının başında, kökündə sözsüz ki, şəbəkə gəlir. Şəbəkə avadanlıqları, protokollar, portlar necə işləyir bu barədə. Oldu, belə. Önünüzdən müğayət olun, növbəti dərsdə görüşərik. Sağ olun.